Əsas buradakıdır. O platformanın bağlanma səbəbini siz bəlkə də gülərsiniz. Sən belə kiməsə iş tapşıranda belə deyəcək. Sonra o iş sənə gələndə ən azından gedib o işi yoxlayırsan ki, mən istəyən kimidir ya yox. Hər kəsə salam. Bugün qarşınızda Vahid Manatlı var. O öz yolunu çəkən, öz mövqeyi olan Azərbaycan gənclərindən biridir. Bugün biz Zahid bəyin keçdiyi yolları və qazandığı bilik bacarıqları öz dilindən eşidəcəyik. İndi isə sözü özünü tanıtması üçün Vahid bəyə veririk. Mən Zahid Mənəfli, Tekla platformasının təsisçisiyəm. Bu günə qədər 5 startap batırmışam, amma bu 6-cı startapdır və bu bütün indiyə qədərki startaplardan çıxardığım nəticədən axırki uğurlu bir startapa nail olmuşam. Bildiyim qədərilə özünüz həm elektron ticarətlə, həm bu Tekla platforması və həm də bunlarla yanaşı deyəsən full time olaraq developer işləyirsiniz. Bunların arasında vaxt bölgüsünü necə edirsiniz bəs? Açıqcası Tekla platforması ümumiyyətlə həm dropshipping, həm də belə 9-6 iş rejimində çatdırmadığım üçün ümumiyyətlə belə deyək də dropshippingə həm vaxt ayır, həm işə vaxt ayır. Bunlar mənə çətinlik yaradırdı və bir növ tənbəllik eləyirdim, yəni bunu göstərək. Mən də düşündüm ki, nəyə görə bir sistem olmasın ki, mənim işlərimi avtomatik həll eləsin. Sonra axtarmağa başladım, xarici sistemlər tapdım. AutoDS, ZDM Manager, Zcanalys, fərq eləmir. Bunları tapdım, gördüm ki, qiymətləri həddən çox bahadır. Yəni Azərbaycan belə deyək də təzə başlayanda o belə deyək, Tekla mən təzə başlayanda onda təzə dropshippingə başladım, belə vurğulayaq da. Gördüm ki, gəlir və rasxod, yəni ROI idarə edilməsinə girəndə görürdüm ki, bu artıq aşır. Yəni mən sadəcə xərc eləmiş oluram gərəksiz formada. Dedim nəyə görə araşdırıb öz bazarımıza uyğun bir sistem qurmayaq. Həm bizim bazarda da bu işlə məşğul olan tələbələr, insanlar var. Nəyə görə bahalı sistemlərə pul versinlər? Əlavətən düşündüm ki, yəni mən bu dropshippinglə məşğul olanda çoxlu tablar açıram. Yəni hər şeyin özünün ayrıca şeyi var deyə, yəni Chrome-da çoxlu tablar açılır və bu mən bəzən məhsul analiz eləyərkən, araşdırarkən, iş görərkən ümumiyyətlə bu mənə çətinlik yaradırdı. Yəni bu tabdan o taba keç, ayda hardaydım, harda qalmışdım, bu hansı tabdır? Bunlar aşırı göz yormağa başlamışdı məndə. Mən də düşündüm ki, nəyə görə all-in-one məntiqi ilə bir sistem çıxmasın? Yəni hər şey dropshippingdə olan məhsul analizi, profit hesablanması, müştərilər, hər şey bir platformanın içinə yığılsın. Və həm də sistem avtomatlaşdırsın bu prosesi. Bu düşüncə ilə başlamağa başladım. Gördüm, belə deyək də, platforma əslində iş qurulanda sadəcə gündəlik yaşanılan problemləri həll eləyirdi. Yəni eBay dropshipping elə bir şeydir ki, məsələn Amazondan alıb eBay-də göndərirsən, elə vurğulayaq ki, Amazonda qiymət dəyişəndə, o qədər listin olanda hər dəfəsə gedib stokunu, qiymətini yoxlamaq biraz çox vaxt alırdı və yenə vurğulayaq, bu mən 9-6 iş rejimlə bunu idarə edə bilmirdim. Buna görə sonra Tekla platforması yarandı və Tekla platformasını demək olar ki, dropshippinglə paralel gedirdi. Yəni iş müddətində bu təbii ki olmurdu və ya gecələr bir poka ilə. Və artıq Tekla elə bir vəziyyətə gəldi ki, yəni mənim dropshippinglə məşğul olduğum mağazamı artıq Tekla idarə eləyir. Tekla artıq bir sistemdir, özünü idarə eləyir, gəlir və xərclər və mən sadəcə belə deyək, startapın gələcəyinə və 9-6 iş rejimində təbii ki bundan qarşılayır. Onsuz ya Chrome-da 10 tabdan çox asanda çökür. O biraz problemlidir. Sizin yaşınızda insanlar adətən iş axtarırdılar. Sən həm işləyirsən, həm də öz startapını qurursan. Bunların arasında mental olaraq necə özünü idarə edirsən? Əslində belə vurğulayım. 9-6 iş rejimi müəyyən bir maliyyədir. Yəni nə deməkdir? Yəni biz özümüzü realist aparsaq, biz Azərbaycan ölkəsində yaşayırıq və burada belə bir şey deyil ki, mən məsəl üçün full startapa fokuslanım. Çünki maliyyə olmasa startap getməz, gəlir və xərclənir. Startap bir nöqtəyə qədər özünü tutana qədər sən cibindən verməlisən. Yəni bu da elə bir şeydir ki, ya ailədən kömək almalısan bunun üçün, ya da bu da olmur da, yəni dostuna borc, xərc belə bir şeylər edir. Ona görə 9-6 iş rejimi bir növ maliyyə dəstəyidir startap üçün. Müvəqqəti startap tutana qədər özünü. Əlavətən qaldı ki, iş tapmağa
Əslində universitetə girəndən sonra mən əslində universitet birinci kursundan IT mütəxəssisi olaraq işləməyə başlamışam. Sadəcə 2 şirkət, bu artıq ikinci şirkətdir, US şirkəti. İndiyə qədərki prosesdə belə vurğulayaq. Böyüyənə qədər belə deyək, universitetə girənə qədər mən elə bilirdim ki, yəni insan 9-6 iş rejimindən həyatını qura bilər. Amma universitetə girəndən sonra bütün düşüncələrim dəyişdi. Gördüm ki, yox, insan özü təsis etdiyi, nəyə görə insan öz enerjisi və öz gücünü öz gələcəyi üçün xərcləməsin? Yəni özünə aid bir şey qurmasın. Yəni belə burada şirkətlər var və biz onların əməkdaşlarıyıq. Bizim məsələn bir şirkət üçün biz platforma qururuq məsələn deyək. Şirkət o platformadan 20 min, 30 min qazanır məsələn. Biz oradan aylıq əmək haqqı olaraq 1000-1500 alırıq. Yəni aradakı çox fərq var. Yəni mən bunu görəndən sonra düşündüm ki, 9-6 iş rejimi artıq bir növ bir qurmaq istədiyim bir ideyaya çatana qədər sənə maliyyə dəstəyidir. Ondan sonra artıq 9-6 iş rejiminin heç bir mənası qalmır. Planlı idi yoxsa hadisələrlə ora getdin ya? Nəsə planlamışdın əvvəlcədən? Bayaq vurğuladığım kimi, yəni ən tənbəl insanlar həmişə ən uğurlu, ən kreativ ideyalara şey olurlar. Mən dropshippinglə, yəni Çekila tam bir planlı bir şey deyildi. Nəyə görə? Çünki dropshippinglə məşğul idim və development bacarığım var və gördüm ki, işlərim ümumiyyətlə belə dropshipping artıq onu idarə edən yorur, artıq vaxt alır məndə. Sadəcə saat 6-dan çıxdın, evə gəldin, yol yorğunluğu, iş yorğunluğu, bunlar sadəcə vaxt alır. Bu tənbəlliyimin səbəbi ilə mən bir sistem qurdum. Daha doğrusu tənbəlliyimin səbəbi ilə bir sistem axtardım. Xarici bazarda baha sistemlər gördüm. Dedim ki, nəyə görə ucuz xərclə mən belə bir şey qurmayım. Çünki bilirsiniz də, onlar xərcini çıxıb üstünə çox pul qoyurlar. Yəni belə Amerika bazarı üçün 20-30 dollar gəlir, əslində azdır, belə baxanda bir userdan qalan, amma bizim üçün o çoxdur. Çünki hər bazarın hər iqtisadiyyat belə bazarının öz cibi var da belə deyək. Bu səbəbdən mən sadəcə Çekilanı belə deyək, tənbəlliyimdən yalanmış bir platforma oldu və nəinki mənim artıq Azərbaycanda hal-hazırda 2 ay içində 50-dən çox adamın belə mağazanın ümumiyyətlə işinə yarayır. Bəs indi bayaqdan dropshippinglə bağlı danışdıq. Elektron ticarətlə ilk tanışlığın, yəni nə vaxt qərar aldın ki, mən bu sahəyə girməliyəm və yaxud da yəni bu sahədə iş görməliyəm? Əslində 5 ay qabaq olub bu proses, dropshipping məsələsi. Bir kursdan aldım, ad çəkmək istəmirəm sadəcə kursun. Bir kursdan aldım. Əslində bu sahəyə marağım bilirdim ki, yəni bu risksiz bir biznesdir. Yəni dropshipping əslində 2 modeli var, stoklu və stoksuz modeli gedir. Sadəcə mənim məşğul olacağım ilkin eBay dropshippingidir və bu bildim ki, stoksuz dropshippingdir və burada sadəcə müştəri sənin alanda, yəni sənin cibindən çıxır, belə deyək ki, bütün fiilləri çıxanda sənə pul qalır. Yəni belə bir şey idi. Yəni ona görə belə deyək, bu 5 ay qabaq sadəcə bir əlavə gəlir mənbəyi axtardığım üçün və risksiz bir biznes axtardığım üçün dropshippingə girmişdim. İnsanlar ya onlayn alış-verişlə bağlı öz yargıları var. Nəsə alanda, kofta falan alanda deyirlər ki, bu mənim bədənimə uymaya bilər, şəkildə eyni olmaya bilər. Sizə bu ön yargı düzdür, yoxsa kitabı üzlüyünə görə fikirləşmək lazım deyil? Belə deyək, məncə onlayn alış-veriş günümüzdə hamı eləyir və bu Trendyol ola bilər, bu eBay ola bilər, bu Amazon ola bilər, fərq eləmir. Əgər belə satdığın şey geyimdirsə, burada hər zaman, məsələn, Trendyolda bunu görə bilərsiniz. Bədən ölçülərinə görə şeylər qoyurlar. Məsələn, əgər belimin ölçüsü budursa, etiraz etmir. Məsəl üçün, sinən fərq eləmir. Yəni bu bədən ölçülərini ora yazanda hətta belə sənə geyimin hansı ölçüdə olacağını, S modelmi, L modelmi fərq eləmir. Bunları alacağını sən orada görə bilirsən cədvəldən. Və mən indiyə qədər aldıqlarımı o cədvəllə eləmişəm. Yəni hər bir şeydə əynimə rahat oturub. Buradakı ön yarğı bilirsiniz nədir? Mən sizə deyim. İnsanlar sadəcə narahat olduqları şey, məsələn, götürək bu Trendyol olsa, biz bunu məhsul Türkiyədən alırıq. Türkiyədən uzun yol gözləyirik. Əynimizə olmasa, necə ki, məsəl üçün insanlar bilmirlər ki, belə bir şey var da. Məsələn, sən lokal olaraq bir bazara getsən, hansısa bazara, geyim marketinə fərq eləmir. Paltara əynində yoxlamış olursun. Yəni əslində sən belimin ölçüsünü bilmirsən, köynəyi geyir çıxart, bunu edirsən. Amma kim öz bədənini bilir və paltar mağazasına girirsə,
bədən məsələn mən deyirəm ki, məsələn mən M geyinirəm, M bir köynək verir mənə. Yəni artıq köynəkləri yoxlamıram. Bu onlayn alış-veriş də belədir. Sadəcə insanlarda yanan ön yarğı, güvənsizlik bir növ birisi necə bir şeydir o, necə onu vurğulasam ki, biraz düzgün çıxsın. İnsanlar indiyə qədər o qədər saxtakarlıqla qarşılaşıblar ki, bu saxtakarlıq insanlarda psixoloji olaraq travma yaradır. Yəni ki, özü dostu belə bir şey yaşayanda bunlar hamısı sadəcə ön yarğı deyil də sadəcə psixoloji bir etki deyək buna. Tamamilə qatılıram. Bəs həmçinin hal-hazırda dropshippingi çox asan bir iş kimi də sanırlar. Yəni insanlar çox vaxt səhvlə maraqlanır və yaxud da YouTube-da bir-iki dənə qısa videolar və yaxud da uzun təlim videoları izləyib başlamağa çalışırlar. Səncə burada yəni yanlışlıq təbii ki də heç bir asan deyil. Yəni bununla bağlı nə açıqlama edə bilərsən? Necədir proseslər haqqında? Okay. Baxın, mən indiyə qədərki kurslarda, belə deyək, bizim bir community var, orada da insanlar var, müxtəlif kurslardan gəlirlər. Biz müxtəlif kursları işləyirik, hətta bir neçəsini artıq rəsmən insanların iz aldatdığını ifşa edib Checkbla komandası. Yəni insanlara, özlərinə, fərqlənən bir postlarında. Bilirsiniz, o tip çox kursların demək olar əksəriyyəti 90% bunu vurğulayıram ki, insanları şişirtmə qiymətlərlə aldadırlar. Məsələn, hər bir biznesin özünün qaydaları var. Yəni sən onlarla o tip başlaya bilərsən. Kurslar sadəcə birbaşa insanları aldadırlar ki, sən birbaşa hər satışdan 17-20 dollar gəlir əldə edəcəksən. Reklam məqsədli sadəcə insanların üzündə şişirdib onları bir növ motivasiyalı hala gətirirlər və bu sahəyə girən də iki tip insan olur. Ya bu işi kimi görür, ya da videolardan motivasiya tapıb, yəni o motivasiyası müvəqqətidir. Yəni bir növ bir anlıq motivasiya alır, belə deyək, düşlər demiş, qaza gəlir qoşulur, heç nə eləyə bilmir. Sonra deyir ki, bu iş modeli deyil. Çünki kurslar bu işi sadəcə deyirlər ki, sən heç nə eləməyəcəksən, sənə bir dənə AI, bir dənə Google bəsdir ki, bir də internetdən işi görərsən, xeyr. Yəni mən bu sahədə olan biri kimi gördüm ki, yəni çox çətindir. Nəyə görə? Çox çətindir, nə mənada deyirəm? Düzgün strategiya ilə getsən bir nöqtədən sonra artıq stabilliyi qorumaya başlayır biznes. Yəni artıq hər şey yerinə oturur. Amma ora gələnə qədər çətin olur. Çünki eBay dropshipping elə bir şeydir ki, orada sən eBay politikalarına uymalısan. Uymadığın halda, yəni oradakı müəyyən alqoritmik botlar var. Sən hətta top rated satıcı olsan belə dropshippingdə o botları tetikləsən, bu sənin hesabın bağlanmasına, blokuna səbəb olur. Düzdür, burada da heç bir maliyyə etkisi eləmirsən. Yəni bağlanma kodlarına görə bəzi orada kodlar var, MC11, MC99, fərq eləmir. Belə bir protokollar var. Yenə də sənin ödənişin qayıdır, amma 120-180 gün arasından sonra sənin bank kartı oturur. Yəni sən artıq 3-4 ay həmin pula toxuna bilmirsən. Yəni bu da eBay politikasıdır. Kurslar sadəcə, yenə deyim, şişirtmə qazanc, şişirtmə qiymət, işi sadəcə asan göstərmək, reklam xarakterli, pul yığmaq, pul qazanmaq və ciblərini güdmək üçün bu işə əl atırlar. Və halbuki bizdə hazır 100-ə yaxın, 100 demək olar, community üzvü var və hərəsi hər hansı bir fərqli X kursundan gəlir. Heç biri demək olar ki, düzəmməli satış eləyə bilmirdi. Bizdə bir mentor var, 15 ildir bu sahədədir. Həmən mentorun verdiyi strategiya, hansı ki, mən özüm də ondan strategiya öyrənmişəm. Tamamilə ödənişsiz bu arada bunu mentorship edir. Mentorship eləyəndən sonra insanlar artıq satış eləməyə başladı. Və onların hamısına bizim də demək istədiyimiz odur ki, kurslara aldanmayın. Biznesin hər birinin özünün müəyyən şərtləri var. Yəni sənin qazancın qrafika bu formada gedə bilər, parabolik gedə bilər. Sən birdən belə bir şey eləyə bilmərsən. Bu mümkündür. Əgər eləyirsənsə, artıq eBay politikasını pozmuş olursan və suspend edirsən. Və yaxud da əgər sən birdən-birə az feedbackli bir mağazasansa, yəni heç bir feedbackin yoxdursa, mən bir alıcı olaraq az feedbackli mağazadan böyük summalı məhsul almaram. Çünki bunu hamımız elə yanaşır ki, mən bilmirəm bu düzəməlli satıcıdırmı, saxtakardırmı, düzgün işləyirmi, bunları heç mən bilmirəm. Bu insanlara sadəcə yüksək məhsullar, yüksək gəlir, yüksək üstünə belə deyək, profit qoymaq, faiz qoymaqla öyrədirlər. Kurslardakı insanlar həmin tələbələrin pulunu alırlar, sonra sən yola, mən yoluma deyirlər. Yəni çox da belə maraqlanmırlar. Yəni sadəcə bu vurğuladığım asan deyil. Kurslar sadəcə şişirtmə, profitlərlə insanları sadəcə şirinləşdirib aldırırlar.
Bəli, hətta bəzi kurslar yəni sertifikat falan verirlər öz adlarından ki, güya qlobal sertifikatdır, amma heç bir işə yaramır. Ya elə bir şeylə qarşılaşmısınız? Ə, belə deyim, Azərbaycanda kurs var, patenti olan, videolarının patenti var. Amma eBay dropshipping elə bir şeydir ki, sənə orada sertifikat lazım deyil. Bizim insanlar sertifikatı çox önəmli bir sənəd olaraq anlayırlar. Yəni sertifikat çox boş bir kağızdan ibarətdir. eBay dropshippingdə sənin sertifikatın olub olmaması heç bir şey əldə eləmir. Yəni mən kurs keçmişəm. Yəni eBay sənin hesabını bağlayanda al bu sertifikatım deyə bilmərsən. O da deyəcək nə edeyim? Mənə nəyimə lazımdır? Çünki bu elə bir şeydir ki, sadəcə yenə vurğulayıram. Şirinlikləşdirirlər ki, sonda sizə sertifikat verəcək. Yəni insanlar da demək olar ki, Azərbaycan mental düşüncəli insanlar çoxsu sertifikat adı eşidəndə böyük bir uğur qazanmış kimi hesab edirlər. Yəni məndə bəlkə də evdə dolu sertifikatlar var, metanın sertifikatları var, amma hamısını boş bir kağız kimi görürəm. Əsas buradakıdır. Səncə hansı bazarda satış eləmək daha məntiqlidir və daha çox şans var? Yəni Amerika bazarı mı yoxsa Avropa bazarı mı? Əslində satış etdiyin zaman dropshipping elə bir şeydir ki, satış etdiyin zaman müştərinin harda olmasının önəmi yoxdur. Satıcının da harda olmasının önəmi yoxdur. Amma yeni başlayanlara məsləhətim o ola bilər ki, eBay dropshipping ilə başlasınlar. Səbəb? Çünki stoksuz satışdır. Yəni sənin burada itirəcəyin heç bir məbləğ yoxdur. Fərqini izah edəcəm stoksuz satış nəyə görə riskdir. Nəyə görə Amazon FBA məşğul olmasınlar. Nəyə görə Shopify falan bunların hamısı mən vurğulayım. Çünki ilk başlayanlar az büdcəli olur insanlar. Yəni 200-300 manat büdcəsi olur və o 200-300 manatla sən eBay dropshippingə başlaya bilərsən. Sənin orada o vaxt, yəni bunu çıxır ki, sənə məsəl üçün kimsə sifariş eləyir, deyək ki, $7 bir məhsul qoymusan, bütün belə taksları, fiyləri çıxandan sonra sənə orada $6 pul qalır məsələn. O $6 sənə qalır. Sən götürmüsən. Amazonda həmin məhsul deyək $4.50. $4.50. Sən onu alırsan, yerdə qalır $1.50 sənə. İzah edə bildim necə? Və sənə sifariş gəldikcə sən ancaq alırsan. Yəni sənə sifariş gəlməsə o məhsulu almırsan və beləcə yersiz pul için olmur. Amma stoklu satışa və ya Amazon FBA falan gələndə burada necədir? Məsələn, bir məhsuldan 100 dənə alırsan tədarükçüdən. Amerikada bir ambar alırsan, bir yerlə anlaşıb oranın ambarını edirsən və 100 məhsulu orada saxlayırsan. Sən bu sifariş gəlməsə, müəyyən müddət sonra ambar şirkəti öz zəng eləyir ki, ya bu məhsulu mən geri qaytaracağam, ya da məhv olub gedəcək və burada nə olur? Sən itirmiş olursun. Sən gərək satış edə biləsən. Və ya həmən qoyduğun məhsulların yüksək reklamını sosial şəbəkədə, sosial platformalarda eləyəsən. Bu da əlavə bir zaman alır və təzə gələn insanlar bunu demək olar ki, eləyə bilməyəcəklər. Shopify-a gələndə, Shopify üçün, yəni mən məsləhətim ola bilər ki, ən azı minimum eBay dropshippingdən $1000 balansı çatanda Shopify haqqında düşünsünlər. Çünki Shopify-ın özü də düzdür, hardansa alıb göndərə bilirsən. Amma eBay-dən fərqi odur ki, sən Shopify-da saxtakar müştərilər də çoxdur. Yəni yalandan məhsulun çatmadığını, sınmış, əzilmiş formada çatdığını deyən insanlar da çoxdur. Həmən insanlar səni şikayət eləyəndə Shopify-a, sənin dərdini deyəcəyin insan olmur. Mağazanın defektə düşür və müddət sonra bağlanır. Amma eBay-də səni rəsmi agentlər baxır. Sən bütün dərdini insanlar deyə bilirsən, saxtakar alıcıları sübut eləyə bilirsən və bu səbəbdə sən qurduğun biznesi batırmamış olursan və stabil bir yerə çatmış olursan. Ona görə yeni başlayanlara məsləhətim eBay dropshippingdə başlamalardır. Tamam, yəni bəs siz zamanda geriyə getsəz 15-16 yaşınıza və ya daha əvvələ dropshippingə yenidən başlayarsınız, yoxsa tam fərqli bir yol seçərsiniz? Yenidən eBay dropshippingə başlayarım. Yəni 15-16 yaşa nəyə görə? Çünki bizim platform, belədir, bizim communitydə 8 sinifdə oxuyan insan var, 12-15 yaşı olanlar. Bu insanlar indiki yaşından dropshipping bilirsiniz nədir? Daş atmadan qazandığım pul. Yəni bu nə deməkdir? Yəni sən işin sadəcə bu olur. Amazondan alıb eBay-də kimsə sifariş gəldi. Sən gəlsən Amazona, lokasiyasına müştəri ünvanı yazdın, məhsul getdi ona, heç bir daş atmadın, heç bir yorulmadın. Yoran şey bəzən məhsul axtarma olur. Orada kompüter qabağında gündəlik nə qədər oturur. Və nə qədər bəzən olur ki,
Tapazda, Trendyolda məhsullar baxırsan. Sadəcə sən özünə məhsul analiz edib qoyursan, bir növ alıcı yox, satıcı qismində iştirak etmiş olursan. Və bu bizim komitədə bir əli var, 8 sinifdə oxuyur. Adam 8 sinifdə oxuyur, dropshippingdən qazandığı ilk gəlirlə atasına qonaqlıq verir. Yəni bu elə bir şeydir ki, 15-16 yaşında belə heç bir işləmə icazən yoxdur. İşləsən belə ya ofisiant ola bilərsən ya bir şey. Amma sən evindən, oturduğun yerdən sadəcə işin məhsul göndərmək olur. Hələ Çeklar kimi platformalar istifadə edirsən, sən heç bir şey eləmirsən. Sistem səni yerə göndərir, sən prosta mağaza qurursan. Yəni çox sadələşdirir məsələni. Budur məsələ. Bəs Çeklanın indiki vəziyyəti hansı mərhələdədir? Yəni artıq ümumi Əslində MVP mərhələsindən artıq çıxıb, artıq belə müəyyən checkpointlərimiz var. Artıq o checkpointin birini vurmuşuq və digər checkpointlərə doğru gedirik. MVP mərhələsində ilk öncə olanda biz ümumiyyətlə 1-2 müştərimiz var idi. O da nə etdik? Mən startaplar 5 startapında da gördüyüm bir şey oldu ki, hər kəs ümumiyyətlə öz startapını əjdaha sanır və düşünür ki, mən startapım əladır, superdir, bombadır, yəni mən partlatdım da, bu startap möhtəşəm işləyir, amma bir dənə anlamadıqları bir şey var ki, bu sənə görə möhtəşəm işləyir. Okey, bu bazardakı boşluğu möhtəşəm şəkildə bəs bağlayırmı? Sual odur. Mən də nə edim? MVP mərhələsi olanda 5-6 test useri qoşdum. Real insanlar da istifadə eləməyə başladılar və heç bir ödəniş almırdım buna görə. Həmən insanlar mənə feedback verməyə başladılar ki, filan şeydə olsa yaxşı olar, filan şeydə olsa yaxşı olar, filan şey belə işləsə əla olar. Tamamilə onların feedback üzərində inkişaf elədi Çekla. Və Çekla olan feedback üzərində sadəcə bir ayda birdən-birə 50 istifadə edəcəksən. Və Çekla artıq öz xərclərini bağlamaqdan əlavə artıq gəlirə keçmiş oldu. Təbii ki, o yenə belə deyək, çox əslində xərclər ola bilər. Çünki belə vurğulayım ki, bizim iləridə böyük checkpointlərimiz var, hansı ki, bu böyük şirkətlərlə əməkdaşlıq eləmək sayılır. Belə vurğulasaq ki, dropshippingdə ən önəmli məqamlardan biri izləmə kodudur. İzləmə kodunu da ancaq kargo şirkətləri ilə anlaşa bilərsən ki, onu sistemə gətirəsən. Axırıncı dəfə danışdığımız bir kargo şirkəti bizdə müqavilə məqsədli $1 milyon istədi və mən vurğuladım ki, yəni bir startapdan $1 milyon pul istəmək kimi gülünc bir hal ola bilməzdi. Bu bir startapdır. Ya bunu investor ola bilərsən, ya da əksinə, yəni biz bir müqavilənin qarşılığında, düzdür, demirəm hamısı bu qədər çox istədi. Bəzi kargo şirkəti $5 min müqavilə məbləğ istədi, bəzisi $10 min istədi. Amma müəyyən bir checkpoint var ki, o checkpointə çatana qədər çox işləmədi ki, Çekla ən azından oradakı müqavilə şeylərini belə deyək də, müqavilə xərci nədirsə onu qarşılaya bilsin. Yəni hal-hazırda checkpoint mərhələsindəyik və digər checkpointlərimizə doğru gedirik. Planlar deyək, planlar mərhələsindəyik. Bu plana çatdıq, digər plana çatdıq. Bəs sizcə bu planlara gedəndə ən çətin nə olub? Ən çətin gələn iş, açıq vurğulayacağam, kurslara qarşı olub. Çünki kurslar ilk öncədən Çekla adını eşidəndə, bu belə bir şey Azərbaycanda hələ indiyə qədər quran olmayıb deyə, düz qura bilməyiblər deyə, bizimlə əməkdaşlıq eləməyə çalışıb, altdan saxtakarlıq eləməyə başladılar. Yəni, kurslar bir növ insanlardan belə götürək də, adi, deyək ki, məhsul analizi platformaları var, Zik. Bu Zik deyək ki, $40'dır. Çekilada 8 manatdır. Bunlar eyni prinsipi olduğunu gördülər və başladılar saxta reklamlar verməyə. Ki, Çekila düzgün işləmir, Çekila belə deyək, Çekilaya eBay hesabını bağlayanları eBay blok eləyir. Bunlarla biz mübarizə aparınca çox oldu bu bir ay ərzində. Yəni, Azərbaycanda gördük ki, kurslar insanlardan aldadıb pulunu çox götürmək üçün insanlara yaxşılıq eləyən bir şey görəndə onun sırası belə deyək də, ayağından vururlar ki, o çox ayaqqabıya gedə bilməsin. Yorulduğumuz hissə sırf o kurs düzdür. Hal-hazırda şükür ki, qalib gəldik. Hər birinin tələbələr artıq bizə gəlməyə başladılar. Amma o hissə çox yorucu oldu. Bilirsiniz niyə? Çünki onların kütləsi böyük idi. Onlar Çeklaya pis desə pis demək idi. İzah eləyə bildim. Yəni onlar gələk istifadəçilər özləri bir münasibətdə ki, yox pis deyil, belə deyil, elə deyil. Ondan sonra Çekla hal-hazırdakı vəziyyətinə gələ bildi. Təqribi sürümü idarə eləyirdilər deyə bilərik. Bəli. Yəni əslində sürü demək istəmirəm. Sürü biraz yanlış anlaşıla bilər.
Amma insanların bir topluluğu var və belə deyək də, onların var 10.000 üzvü, mənim var məsələn indi 100 üzvü. Mən qayıdıb desəm qatıq qaradır, ağdır, onlar desə qatıq qaradır, qatıq amma qara deyəcək. Yəni elə idi. Bizim etdiyimiz tək şey, yəni bizdə dəfələrlə olub insanlar gəliblər istifadə eləməyə platformanı və qayıdıb deyiblər ki, nəyə görə sizə güvənək? Niyə siz ucuzsuz da ucuz verirsiniz? Biz həmişə bu insanlar deyəndə sadəcə düşünürük ki, yəni Azərbaycanlı olan bu sahədə olan insanlar nəyə görə bir şey ucuzdur, sonra keyfiyyətsiz baxırlar. Yəni bunun qiyməti mən bu gün 50 manat qoya bilmərəm. Müəllimin altında 2 vur 2 kimi bir şeydir. Amma çekla ideologiyası sizə az xərclə bunu eləməkdir. Amma o topluluq belə deyək, həmin o 40 dollarlıq deyək analizdir, bir hesabı 10 nəfərə satırdılar. Onun təhlükəsi çoxdur. Yəni birini gözləməlisən, o birini gözləməlisən, bu tip şeylər var. Yəni insanlardan belə deyək də 10-15 manat planası alırdılar, 5 manat o insan rastlıydı, 10 manat cibinə qoyurdular. Amma gördülər ki, biz bu sistemi gətirəndə onlarda o müştəri itirəcəklər, belə deyil. Onda o başladılar belə bir şeylər eləməyə və qatığa qara deməyə. Sonra bizim reklamlarımız getdi, insanlar gəldilər, özləri özlərinə sübut etdi. Yəni mən aldım, ona dedim, buna dedim, ona dedim. Artıq özləri başladı çeklan yaymağa, belə deyək də. Ondan sonra artıq başladı o kurslarda belə deyək, qəbullanmağa ki, yox. Artıq kurslar ucu bizə yazdılar ki, biz əməkdaşlıq edək. Yəni dərslərimizi çeklada keçək. Belə bir vəziyyətə gəldi. Elə ən gözəl reklam elə o istifadəçilərin bir-biri ilə danışmağından yayılmışdı. Bəli, o bizə çox, yəni hal-hazırda bizim komitə üzvlər var. İnsanlar bir-birinin dostlarını hələ də gətirirlər. Yəni o kursda oxuyan deyirlər ki, falan şey var, falan kursda varlarsa deyirlər ki, gedilər orada yazılır. Biz reklam eləmirik. İnsanlar başlayıb çeklan reklam eləmir. Sadəcə məsələ budur. Aha, bəs indi biraz da sənin digər layihələrindən danışsaq, portfolio saytına baxdıqda gördüm ki, davamlı olaraq layihə üzərində işləyirsən hər dəfə. Bəs bunlar sənə nə qazandırır əsas? Belə vurğular. Əgər ortaya qatsaq ki, şirkətdə işlədiyim layihələrdə, development layihələrdə, ilk belə deyim, development layihəm mənim zahirən olub. Bir repetitor idarə etmə proqramı olub. Repetitor valideyn bu kimi bir platforma idi. Yəni orada hər şeyləri görə bilirdilər də, valideynlər, tələbələrinin leaderboardunu, hər şey var idi orada. O platformanın bağlanma səbəbini siz bəlkə də gülərsiniz. O platformada başlamışdı artıq repetitorla istifadə eləməyə. Çünki həm ucuz idi, həm də çox bir şey sunurdu da. Yəni müəllimlərin artıq hər dəfə yazı, qayda belə bir şeylər, valideynlərin narahat, valideyn artıq müəllimə zəng eləmirdi, girirdi, baxırdı, görürdü. Bağlama səbəblərindən biri o oldu ki, bir valideyn yazdı ki, müəllimə, mənim həyat yoldaşım mənim nömrəmin o sistemdə olduğuna görə mənimlə dalaşdı. Və burada da artıq böyük bir xaos yarandı və nömrə məsələlər oldu və valideynlər çox sıxanımdı da, belə bir şeylər yarandı deyə mən o platformanı gördüm ki, artıq müəllimlər çıxmağa başladı, belə deyək, repetitorlar çıxmağa başladı bu səbəbdən. Repetitorlar çıxanda mən platformanı kimə verim? İzah edə bildim. Yəni bilirsiniz də bir mərhələ var, o mərhələyə çatana qədər userlar lazımdır sizə ki, harasa gedəndə deyəsiniz ki, mənim traction'ım var. Ora çatana qədər ki, bu şeyi gördüm, məsələn, bir startapda və ona görə məcbur startapı dayandırdım. Yəni belə formada. Digər startaplar mənə nə qazandırdı? Şirkətdəki startap bank inteqrasiyalarından mən təcrübə oldu, bina etmək belə deyək də. Ondan sonra bircib yaratdım, bircib müştəri feedbacki ilə və istifadəçi feedbackləri ilə inkişaf eləmək nə olduğunu mənə izah elədi. Mənim üçün bircib möhtəşəm idi, amma insanlar dedikcə mən gördüm ki, yox, nə qədər boşluq var. Yəni belə bir şey idi. Yəni bircib bu arada hamı girib ödənişsiz, pulsuz da istifadə edə bilərsiniz. Bir növ kaşlog idarə etmədir. Yəni bir cibiniz olur. Orada gəlirinizi, hər şeyinizi, hətta orada AI inteqrasiyası da var ki, sizin indiki gəlir və xərclərinizə baxıb növbəti gəlir və xərci hesablayır və istəyir ki, yəni belə getsə belə olacaq. Yəni hər şeyi görə bilirsiniz orada. Özünüzə məqsədlər, planlar, hər şey eləyə bilərsiniz də. Yəni oradakı plan şeyə çatmaq istəyirik. Digər ən önəmli mənə belə deyək, təcrübələrdən biri Luhive oldu. Açıq vurğulasaq. Luhive'ın mən CTO-su olmuşam, texnik direktoru. Sadəcə özüm şəxsi səbəblərdən ayrıldım oradan. Luhive mənə nə qazandırdı? Luhive ümumiyyətlə networking qazandırdı. Luhive ümumiyyətlə bir startapa ümumiyyətlə düzgün necə yanaşmaq lazımdır, onu qazandırdı və bütün bunların hamısı ilə gəldi Çeklaya. Tamam.
Bir cibdə falan AI inteqrasiyası deyirsiniz. Siz AI kod yazarkən və ya nəsə qurarsan nə qədər istifadə edirsiniz? Vibe coding demək istəyirsiniz yoxsa necə? Bəli, ümumiyyətlə ya nəsə bir proyekt yaradanda onunla fikirlərinizi bölüşürsünüz. Əslində bir növ artıq elə bir vəziyyətə çatmışıq ki, sadəcə bu AI agentlər bizim işimizi çox sürətləndirir. Yəni mən oturub kod yaza bilərəm. Amma AI mənim üçün o kodu yazanda sürət qazanmış olur. Bir növ şey düşünün də, əvvəllər insanlar yeri lapatka ilə qazırdılar. Bir müddətdən sonra traktor çıxdı. Nə oldu? Yəni bir yeri, bir nöqtəni 3 saata qazacaqlarsa traktorla 10 dəqiqəyə qazmağa başladılar. Və nə baş verdi? Traktor süran insan kimdirsə o qaldı, qalan 9 nəfər çıxdı. Yəni nə baş verdi? Sürət qazanmış oldu. İnsanlara sürət önəmlidir. Startaplar indiki dövrdə oturub əllə kod yazmaq sadəcə startapa vaxt itkisi olar. AI artıq elə bir nöqtədədir ki, sənin səhv eləmək imkanı var, amma AI yox. Çünki AI artıq avtomatik bir tooldur, izah edə bilirəm. Yəni o harda, hansı nöqtəyə hər şeyi bu ildə eləyir, hər şeyi yoxlayır, ondan sonra deyir ki, hə, hazır. Demək olar ki, Teklanın %70-i təbii ki, mən demişəm ki, struktur belə olacaq, filan şey belə eləyəcəksən, bu library-dən istifadə edəcəksən, amma bütün bu kod yazma prosesindəki uzun vaxtın hamısını AI qısa sürədə həll edir. Bəs AI ya güvənlik açıqları qoya bilər və security flaw qoya bilər. Bunları necə həll edirsiniz? Yox, əslində mən sizinlə burada razılaşmıram. Çünki cloud-da məsəl üçün not var, dokumentasiya qursun ki, cloud bax belə bir şeylərə diqqət eləməlisən, filan şeylərə toxuna bilmərsən, filan folder instruction olmalıdır, filan bir məsəl üçün boşluqlar ola bilər. Onlara məhdəli olmursan, mən sənə desəm məsələlərə belə yanaşsan, bir növ guideline versən və artıq cloud hər dəfə sən ona prompt verəndə o guideline-a görə hərəkət edir və bu security açığı olmur və ümumiyyətlə bundan əlavə ümumiyyətlə baxın iş prosesini götürsək, sən belə kiməsə iş tapşıranda belə deyək də, sonra o iş sənə gələndə ən azından gedib o işi yoxdursan ki, mən istəyən kimidir ya yox. Yəni mən istədiyim ən azından bu bir dəfə də olsa nəzərdən keçirməlidir. Həmin o AI da sənin üçün bir şey qurubsa, sən özün onu bir dəfə ən azından test edirsən. Bir istifadəçi kimi. Baxırsan ki, harda boşluq var, hə AI deyirsən ki, burada boşluq var, bunu düzəlt. Yəni burada artıq ona görə heç bir boşluq, heç bir security açığı düşünmürəm olsun. Aha. Bəs indi həm də universiteti bu il bitirdin, təbriklər. Bəs bundan sonraki planların nələrdir? Yəni bakalavrdan sonra nə etməyi planlayırsan? Magistra verirəm. Bunu vurğulamaq istəyirəm. Amma sonraki planlarıma baxanda Teklanı bütün checkpointlərinə çatdırmaq, qlobala daşımaq. Əslində hal-hazırda Tekla Qafqazda artıq istifadə olmaya başlayıb. Özbək, Qazaxıstanlı türklər, Gürcüstandan, İrandan fərq eləmir. İnsanlar istifadə eləmir. Qafqaz kimi götürsək, bir də Xəzəryanı sahələr hal-hazırda belə deyil, istifadə eləməyə başlayıblar. Amma Teklanı nəinki bu ərazi, bu territoriyada böyütmək istəyirəm ümumiyyətlə. Tekla artıq mənim gözümdə çox böyük bir hədəfdir və real bir boşluq kimi görürəm. Yəni istəyirəm ki, qlobal bir bazara çıxıb həmin o mənim verdiyim yeni sistemi 60-50 dollara verən sistemlərlə rəqabətə girmək. Düzdür, olan kütləsi həddən artıq çoxdur, amma niyə də Azərbaycan sistemi o səviyyəyə çatmasın? İnşallah o checkpointlərin hamısına çatarsınız. Bəs startapa yeni başlayanlara nə demək istəyirsiniz? Yəni nə məsləhətlər görərsiniz? Ən birinci görəcəyim məsləhət o olacaq ki, bazarı həqiqətən araşdırın. Boşluğu tapın. Yəni oturub var olan bir sistemi Azərbaycandan gedir, Azərbaycan bazarında var olan bir sistemi qurmayın. Yox, əgər quracaqsınızsa, var olan sistemlərdəki boşluqları tapın. Onları siz belə deyək, özünüzdə təkmilləşdirərək eyni bir sistem gətirin və hansısa bir investor, pitch deckdə fərq eləmir. Yəni onların qarşısına çıxanda, danışanda ən azından deyəsiniz ki, bax belə bir bazarda belə bir var platforma, amma mənki onun bu belə bir boşluqları var və bunu həll eləmək olur. Yəni problem nədir və sənin startapın bu problemi necə həll edir və sənin startapın bu problemi həll edərək nə qazanacaq? Həm insanlara nə qazandıracaq və həm özünə startap olaraq özünə nə qazandıracaq? Bu suallara cavab verə bilirsinizsə bir startap qurun ümumiyyətlə. Yəni bu gün bir sistem qururamsa, mənim bir startapım var, möhtəşəm işləyir, bir şey möhtəşəm işləməyi artıq önəm daşımır. İnsanlar onların problemlərini həll edən platformalar axtarırlar və çalışsınlar platforma qurarkən
tool sistemlərinə önəmlik versinlər. Çünki mən gördüm ki, insanlar bir növ alət axtarırlar ki, sürətləndirsin proseslərini. Bu tip toollara önəm versələr, məsələn, Luhive adi götürsək bizdən əvvəlki. Luhive bir community idarə etməsini çox asanlaşdırır. Dəhşət çox asan bir vəziyyətə gətirir. Yəni mən olduğum startaplardan deyirəm. Və ya Casting Az deyək, eşitmisiniz bilmirəm yox. Casting Az platforması indiyə qədər marketinqdə üz axtaranların işini dəhşət çox sürətləndirib. Və ya Bircibi götürsək, Bircib dropshippinglə məşğul olan insanlar sadəcə, yəni dünyanın harasında olursan ol, istirahətdə ol, sənin artıq mağazanı bir sistem idarə edir. Yəni insanlardakı real həyatlarındakı problemləri tapsınlar və onun üzərində bir solution həll eləsin, solution tapsınlar. İkinci bir tövsiyəm olacaq ki, çalışsınlar, əgər bir problem tapıblarsa, bu problemin yaşayan insanlarla həmsöhbət olsunlar. Nəyə görə? Çünki o insanlar konkret bilirlər ki, onlar bu problemi necə bir şey olsa həll eləyə bilər. Problemin dəqiqliklərini sən üstdən görürsən, amma o problemi yaşayan insanlar var. Onlarla həmsöhbət çox olsunlar. Üçüncü tövsiyə edəcəyim bir məqam odur ki, öz startaplarını heç vaxt ən güclü hesab eləməsinlər. Yəni, bu startapım artıq möhkəmməldir deyib dayanmasınlar. Hər zaman haradasa bir boşluğu olduğunu düşünüb, hər zaman problem yaşayan insanlarda, bəs belə bir problemin də varmı, bunu belə bir həll eləyə bilərək, dayanmadan inkişaf eləsinlər. Yəni, yerlərində oturmasınlar və mütləq çalışsınlar, qurduqları sistem kompüterdə ölüb qalmasın. Qurduqları sistemi reklam eləməyə çalışsınlar və bilsinlər ki, əgər bir şeyə yatırım etmirsənsə, oradan qazana bilmərsən. Aha. Mən də artıq yekunlaşdıra bilərik və bu görüş ümidvaram ki, hər kəs üçün maraqlı və əyləncəli keçər. Son olaraq bizim hamımızın əlaqə üçün Instagram və LinkedIn profillərini aşağıda açıqlama qismində qoyacağam və kommentimizin də linkini aşağıda qoyacağam. Buradan hər bir şeyi əldə edə bilərsiniz linklərdən. Oldu, sağ olun. Sağ olun. Mən təşəkkür edirəm. Əgər bir gün sizdə dropshipping edəcəyim deyə hələ də başlamamısınızsa, bəlkə də bu həmin gündür. Bu episodumuzun qonağı Zahid və ilə birlikdə sizə kiçik bir sürpriz hazırlamışıq. Aşağıda gördüyünüz link vasitəsilə Tekla platformundan qeydiyyatdan keçərək 10% indirim əldə edəcəksiniz. Elə isə tələsin və kaş əvvəl başlasaydım deyəcəyiniz günü gecikdirməyin.